Metal pul 8 dəfə ardıcıl atılmışdır. Yer üzünün daha çox düşməsi hadisəsinin ehtimalını tapın. Göründüyü kimi bu ehtimal məsələsi Bernoulli sınaqlarına aiddir. Bu məsələni iki üsuldan izah edəcəm. Birinci üsul nisbətən uzun olacaq, ikinci üsul isə çox pratik olacaq. Birinci üsuldan yazaq. Bildiyimiz kimi qəpik metal pulun iki üzü var. Yer üzü və xəritə üzü. Bir dəfə düşünək ki, deyir yer üzü daha çox düşsün, düzdür? Yer üzü düşüb 5 dəfə, xəritə üzü düşüb 3 dəfə. Bir dəfə götürək ki, yer üzü düşüb 6 dəfə, xəritə üzü düşüb 2 dəfə. Yer üzü düşüb 7 dəfə, xəritə üzü düşüb 1 dəfə, yer üzü düşüb 8 dəfə, yəni hamısını, xəritə üzü heç düşməyib, yəni 0 dəfə. İndi gəlin bunların ehtimallarını tapaq və toplayaq. Yer üzünün 5 dəfə, xəritə üzünün 3 dəfə düşməsi hadisəsinin ehtimalını tapanda bu Bernoulli sınaqları olduğuna görə olacaqdır kombinizon 8-dən 5 vur 2-də 1 üstü 5 vur 2-də 1 üstü 3. Bu da olacaqdır 1 böl 2 üstü 8. Bu da bərabər eləyəcək. Kombinizon 8-dən 5 eləyəcəkdir 56. Olacaqdır 56 böl 2 üstü 8. İkinci hal üçün baxsaq, yəni yer üzünün 6 dəfə, xəritə üzü 2 dəfə düşməsi üçün ehtimal tapsaq, olacaqdır kombinizon 8-dən 6 vur 1 böl 2 üstü 8. Bu da bərabərdir 28 bölü 2 üstü 8. Üçüncü hal üçün baxsaq, yəni yer üzünün 7 dəfə, xəritə üzünün 1 dəfə düşməsi olacaqdır kombinizon 8-dən 7 yenə vur 1 böl 2 üstü 8. Bu da bərabərdir 2 üstü 8-də 8. Üçüncü hal üçün baxsaq, yəni hamısında yer üzünün düşməsi, xəritə üzünün heç düşməməsi olacaqdır kombinizon 8-dən 8 vur yenə 1 böl 2 üstü 8. Bu da bərabərdir 2 üstü 8-də olacaqdır 1. Sonra bunların hamısını toplayacaq. Bunların biz hamısını toplasaq, olacaq neçə? Hamısı məxrəc 2 üstü 8-dir. Məxrəc olduğu kimi qalacaq. 2 üstü 8-də olacaq 56-nın 28-i 8-i 1 toplasaq olacaq 93. Bu da bərabərdir. 2 üstü 8 eləyəcəkdir 256. 256 da olacaq 93. Deməli bizim sualın cavabı olacaq A variantı. İkinci üsul isə çox praktikdir. Necə tapacaq? Yəni bu nisbətən yorucudur ikinci üsulda. Biz bir dəfə düşünəcəyik ki 4 dəfə yer üzü düşüb, 4 dəfə xəritə üzü düşübdür. Yəni birdən çıxacağıq hər ikisinin eyni sayda düşməsi hadisəsinin ehtimalı. Onda olacaq 1 çıxaq, 4 dəfə xəritə üzü, 4 dəfə yer üzü. Kombinizon 8-dən 4 vur, 2-də 1 üstü 4 vur, 2-də 1 üstü 4 olacaqdır 1 böl 2 üstü 8. Bu da bərabərdir 1 çıxaq, çıx. 1 çıxaq. 2 üstü 8-də 70. Bu da bərabərdir 1 çıx. 128-də 35. Bu da bərabərdir 128-də 93. İndi mən cavabını götürəcəm, xeyr. Nəyə görə bunu götürməyəcəm? Mən birdən çıxdım, hər ikisinin eyni sayda düşməsi hadisəsinin ehtimalını çıxdım. İndi bir də bunu 2-yə böləcəm, nəyə görə? Birdən hər ikisinin eyni sayda düşməsi hadisəsinin ehtimalını çıxanda burada 2 hal yaranır. Bir dəfə yer üzü daha çox düşə bilər. Bir dəfə də xəritə üzü daha çox düşə bilər. Düzdürmü? 2 hal yaranır. Və bu da Bernoulli sınaqları olduğuna görə, yəni yer üzünün, xəritə üzünün hər birinin düşmə ehtimalları bərabər olduğuna görə mən tapdığım bu 128-də 93 cavabını 2-yə böləcəm. Yəni 2-də 1-ə vuracam. Onda P bərabərdir. 2-də 1 vuraq. 128-də 93. Bu da bərabərdir yenə 256-da 93. Sağ olun, dinlədiyiniz üçün təşəkkür edirəm.